Salam əleykum. Hə, deməli yenə çıxdıq yollara. Hardayıq? Balinin Denpasar aeroportundayıq. Hara gedirik? Bir bilsəm hara gedirik. İndoneziyanın Sulawesi adasına getmək istəyirəm. Nəyə görə deyirəm getmirəm? Getmək istəyirəm çünki bilmirəm. Heç bir fikrim yoxdur ki, necə gedəcəm. Bir bilet almışam. O biletlə çekin eləmək olmur. Gəldim indi Denpasar aeroportuna. Görüm. Bayağı bu nədir, orada düşdü, buranı yiyəcəm. Gəldim Denpasar aeroportuna. Görüm. Çekin eləmək olurmu? O bilet ümumiyyətlə elə bir hava yolu şirkəti varmı? Heç sıfır fikirlə gəlmişəm. Görüm. Bilmək olur. Bura Balinin Denpasar aeroportu. Çox xoşuma gəlir bu aeroportda. Çox qəşəng dizaynı var. Çölü falan. Bali'ye giriş videosunda yəqin görmüşsünüz buranı da çölü. Çox güzel bir şey. Bura nədir? Ay, bura beynəlxalqdır ya. Mən yeriyə getməliyəm. Bilmiyorum yeri hardadır. Bura beynəlxalqdır. Demirəm bunların soruşsun. Hi. Where is it domestic? Domestic. Yes. So different building. Yeah, so Domestic. You have to go with the elevator right there. Yes. And go at the first floor. First floor. Yeah, and then turn left again, then follow the sign. Okay, thank you. Şimdi birinci mərtəbədir. Bura siz dikkat edin. Yadıma düşür, buraya gəlmişdik biz. Ayda, buradan çox getməliyəm mən. Yadıma düşdü ha. Ayda, mən buradan çıxmalıyam. Bir xeyli piyada yol getməliyəm. Yadıma düşdü. Ayda, dejavu oldum. Buraya gəlmişdim. Daha sonra gəlində buraya gəlmişdik də. Dejavu oldu. Bu mındar taksi şoförü niye beni getirip, ben buraya yazmıştım özür desene. Niye beni buraya getirip atmada apardı? O birisini attı. Neyse 15 dəqiqəlik belə bir piyada mesafeden sonra gəlib satarsan domestikə, yəni daxili uçuşlar olan bu terminal. Bax görək haradır bizim. Ümid elə bir hava yolu şirkəti. Var. 14.40. Yoxdur axı. Elə bu uçuş yoxdur axı heç. Bu bu gələnlərdir. Ürəyim qırıldı deyirəm, elə uçuş yoxdur axı. Yine burada hansıdır? 14.40 24.31 aradı burada. Hello. Makassar, Sulawesi. Makassar. Yes. I see your reservation. Lion Air. Yes. And see your book reservation. Book reservation. Okay. Ne oldu Murat? Varmış hele otur. Ha? Message. Okay, I will check. Yes, boarding pass. Yeah, this is your boarding pass. My boarding pass. Okay. There is a QR code here. Yes. Okay. Screenshot, don't forget. Okay. Your Thank you. Room number 4, Sarabot House. Number 4 gate. Okay. Thank you. Thank you. Onda. Gedirik, Sulawesi'ye gedirik. İnana bilmirəm. Sulawesi'ye gedirik. Neyse getdik. Niye bu kadar sevindim onu bilmirəm. Yani niye bu kadar sevindim onu bilmirəm. Bu arada o keçən videolarda o birdən ürəyi xarab olanlar olar ki, telefonu bu yazışdan xarab oldu falan. Telefon düzəldi. Özü ustaya falan aparmadan öz-özünə düzəldi. Aha. Gedək. Hey. Boarding pass burada. Sənə qurbandır boarding pass. Denpasar ujung pandang. Show me your Passport. Passport. Boş tutsun. Ne bak məndən pasport istədim. Sorry. Check my passport. Thank you, sir. Pasport. Pasport ile biz
Pasportu bizdə olur da. Buradan oxuduruq. Qapılar necə açılır üzümüzə. Pasport elə bizdə olur da. Orada da qapı. Düzdür. Neyse, buranı çəkmək olmaz. O video getdi. Onsa 3 saat falan tez gəlmişəm. Oturup video montajı eləyirdim. Onsa videolar yığılıb qalıb montaj eləmək lazımdır. Oturum bir yerde video montajı. Necə sevindim. Axırıncı səfər o belə, toyumda axırıncı səfər o belə sevinmişdim. Yəni heç vaxt. Ne zaman? Təxminən bir saate yaxın uçuş gedikdə, amma həftədə gedirik də. Təxminən bir saat yarımlıq uçuşdur. Saat yarımdan sonra olacağım Sulawesi adasının paytaxtı Makassar'da. Saat yarım uçuş, geldik çattık. Makassar'dayım. Makassar demiştim de Sulawesi'nin paytaxtı Sulawesi adasının. Sulawesi adası da İndonezya'nın en büyük adalarından birisidir. Buraya gelmişik. Buraya geldiğimiz ikinci video daha yaxşı biləcəyik. Bura sadece olarak bu Makassar'a giriş videosu olsun, Sulawesi geliş videosu olsun. İkinci videoda burada yeri qəbilələrə falan gedərik. Onların qəbilələr yeni kəndlərini falan gedəcəyik. Onların maraqlı adət-ənənələri falan var. Gəlib onları görəcəyik. Mən indi fikirləşirəm görüm. Mən burada bir dənə o gedəcəyim yeri kənd kimi bir yerdir də. Ora getmək istəyirəm. Sadəcə ola bilmirəm, bir gün Makassarda qalım, sabah mı gedim bir gün Makassarda qalım, sabah mı gedim ora, yoxsa birbaşa gedim onu fikirləşib qalmışam. Amma hər ehtimalda mən gedəcəm buradan buranın avtovağzalına, çünki belə yerlərdə bileti onlayn falan alma olmur da. Gedim bunların avtovağzalına bir taksidən falan tapım. Avtovağzalından maraqlanacam görüm. Ora bu gecə varsa, əgər bu gün çıxırsa nəsə, elə bu gün çıxıb gedəcəm. Çıxmırsa işte. Bir otelde tapıb, qalıb, sabah çıxacaq. Where you go? Taxi prices? Yes. Oh, no pohoda o taksi. Where you going? Can I No, help you? thank you. Thank you. Where you go, sir? Have ticket? No need, no need, no need. Grab. Hello. Driver. Oo, ne kadar şeyler, taksiler ne çok Are you çocuklar. going? Hello. No need, thank you. Ha. Taksi indi, ben sipariş vereyim. Taksini sipariş vereceğim. No. No. Oh. No diyesem burada hə deməkdir. Uf. Grab açaq, ulan taksi program Grab görə heç yapar. Terminal ilə plan düşmək üçün 11 manata falan aparacaq terminal. Total the price. Okay. Parkir. Yani uzağı yani avtobus falan tapıp ondan geçseydim bileseydim 5-6 manat fark eləyəcəkdi. Plus da vaxt yoxdur, onun üçün də tez buzar istəyirəm gedim. İstəyirəm gedim. Vereyim 110.000 rupi elədi. 110.000 rupi də nə qədər 110.000 rupi? 11 manat hə. 11 manat civarı bir şey elədi. İndi gedirəm şeyə. Buranın terminalına, avtobus terminalına, regional. Oradan tapa bilsəm əla söhbət, çox əla söhbət olacaq. Buranın terminalından o
tapa bilsəm bu axşam belə çox əla olacaq. Minib elə birbaşa çıxıb gedərəm. Burada qalmaq yəni çox da məntiqli bir seçim deyil mənim üçün. Çünki niyə qalım da, yəni gün itirirəm. Çox əla söhbət olacaq. Getdik. Məncə, mənim fikrimdir, dünyadakı bütün yerlər bir vaxt hamısı belə deyim, motosikletə, mopedə falan bunlara keçəcəklər. Bu qaçılmaz bir şeydir. Həqiqətən, yəni insan sayı çoxaldıqca bu artıq qaçılmaz bir şeydir ki, tıxaclardan falan yaxa qurtarmaq üçün hamı motosiklet, moped belə şeylərə keçəcək. Yəni hansısa ölkələr ola bilər ki, məsəl üçün bunu xüsusi şəkildə qarşısına keçməyə çalışsın. Yəni motosiklet istəmir də, bu küçələrdə motosiklet olmağı, moped olmağı falan istəmir. Məsəl üçün o onun necəsə qarşısına keçə bilər, amma onun qarşısına keçmədiyi müddətcə yəni maşınlar get-gedə sıradan çıxacaq və fikir verin, yəni motosikletdə görünəcə rahat şəkildə gedirlər. Çox rahat gedirlər də, yəni istədikləri kimi, istədikləri yerdən. Yəni gec-tez buna keçiləcək deyə düşünürəm. Çünki həqiqətən də maşın sayı durmadan çoxalır. Bu maşın sayı, daha doğrusu bu tıxac sayı bir nöqtəyə qədər belə davam edə bilər. Burada Abi, murah, aduh mister. 10,000. 10,000. 10.000 lira geldi. Can I buy ticket to Toraya from here? Raja. Toraya. Metro. Metro. Yeah. Can I buy ticket for Yes, today? Yes. Okay. 10,000. Hello. Ne kışkırırsın? Oh, ne kışkırırsın? Hello. Okay. Bunu niye kışkırırsınız? Metro? Okay. All over nerede? Hi. I want to go Toraya. Tonight Yes. you have ticket? No. 112. One. How much? Seat or bed? How much prices? About 280. 280 for Seat, sleep. Okay. 320. 320 Yes. for 320. Seat, No. bed. Bad. Salam. Aldım 35 manat. 35 manat işte yaxşıdır. Yəni 35 manata ora gedəcəm. Bir 2 saat yarım vaxtımız var. Gəlin buralarda biraz eşələm edeyim. 1 saat yarım sonra təzədən bura qayıdacağam. Hay. Sən də şirinsən. Oy da bunun gözünə nə olur? Gözünə nəsə oldu? Yazın. Hələ. Bugünə bilet tapdığım üçün yəni çox sevindim. Yəni mənə bir xeyli qabağa saldı. Çünki mən gedib bugün qalmalıydım Makasarda oteldə. Sabah mən bir də bura gəlməliydim. Bir də bura gələndə mən təbii ki bura indi gündüz gələ bilməzdim. Gündüz gəlib bütün günü qaçırırdım. Onun üçün məcbur idim axşam gəlib ki, gecə yatmaqla gedim mən Makasara. Makasar dedim şeyə, Toraya. Sabah məcbur axşam gələcəkdim. Onun üçün də gedib 2 gecə mən otel hostelinə tutmalıydım. O 2 gecəlik xərc çəkməliydim. Yəni onun üçün də yəni bu çox yaxşı oldu. Hadi xışlayacağına bizi. Və burada qismət çörəyimizi yeyək. Sonra yolumuza devam ki. Avtobusda da qaldığım yerdəki, gedəcəyim yerdəki daha doğrusu hosteli falan tutarım. Təxminən bir saata falan, yıkama var, 1 saata falan avtobus çıxacaq. Bunu deyirəm ki, avtobusun içində kondisioner falan var da, nə olay, qurban olun. Kişidən soruşdum, deyirəm, avtobus içində kondisioner, deyirəm, var, narahat olma, amma çox da güvən verməyərək dedi o sözü. Deyirəm ki, var.
Hələ ki hər şey qaydasında gedir. Yəni ümid edirəm ki, axıra qədər bu formada davam edər. Həyatım boyunca heç vaxt hansısa terminalın qabağında belə maykada oturmamışdım. Yəni bu da oldu. Avtobus terminalının qabağında heç vaxt maykada belə. Avropa ama yani bu terminalda olan şey Avropa günlərindən biraz xatırladım. Avropada belə çox qalırdım terminallarda. Avropada Flixbuslardan istifadə edənlər bilirlər də. O gecə avtobuslar olur. Deyirsən otelə qənaət eləyim, ona qənaət eləyim, buna qənaət eləyim. Onun üçün o gecə avtobuslardan istifadə edirsən. Gecə də avtobus saat 1-də çıxır, 2-də çıxır, 11-də çıxır, 12-də çıxır. Gelirsən və 1 saat əvvəldən, 2 saat əvvəldən, gecə 3-dədirsə, yəni gelirsən saat 12-dən belə stildə orada qalırsan. Amma yəni həmin anda şey olur, həmin anda adamı işgəncə kimi gəlir, amma sonradan xatırlayanda adama çox böyük zövq verir, dəhşət çox zövq verir ha. Deyirsən ki, yaxşı ki eləmişəm. Düzdür, yəni bunda işgəncə də damıram, bunda həqiqətən də çox xoşuma gələn bu dəqiqə ab-havadayım, amma yəni Avropa xatırladım. Ini. Sini kak, sini tadi. Your name? Nia. Yes. Nia, your name? Fira. Fira. Yes. Fira İngilizce biraz yok olmaz. Kasih pinjam. Miss. Me from Belanda. Jadi saya ini ya, Coba lihat. Oh iya, kamera depan. Pasti paham. Iya, Coba. Nia. Yolda görən, çolda görən ya yaxınlaşıb şəkil çəkdirir, ya yaxınlaşıb söhbət eləmək istəyir. Buralara biraz fərqli göstərirəm buralarda. Sifət fərqlidir, yəni Qafqazlı sifəti var. Qafqazlını harda görüblər bu yazıqlar. Sifət fərqlidir, boy fərqlidir. Burada ortalama boy 1.75, 1.70 falan olur. Birdən-birə 1.90 üzərində adam görürlər falan. Bunlara belə maraqlı gəlirlər. Mən səhər tezləni Balidə açmışdım. Səhər tezləni. İndi hardayam? Bax, səyahətin ən sevdiyim şey budur bax. Səhər tezdən deyəndə bir təxminən 12 saat bundan əvvəl gözümü Balidə açmışdım. Yuxudan Balidə oyanmışdım. Təzəvvür 12 saat ərzində Balidən çıx, plan peşmirkən, gəl aeroporta, hələ aeroporta samolyotun geciksin, tamamilə başqa bir adaya gəl, oradan gəl, sonra avtobusu gəl, tap terminaldan, otur avtobusu gözləyən 12 saat ərzində baş verən hadisələr. Ama təzəvvür iş şəraitində 12 saat, yəni neymirsən, 12 saat bilmirsiniz necə keçsin, amma 12 saat həqiqətən dolu bir vaxt. 12 saat çox böyük vaxt da, yəni. Həqiqətən çox böyük vaxt. Biz amma işləyəndə, eləyəndə 12 saatın nə qədər böyük bir zaman olduğunu anlamırıq, həqiqətən anlamırıq. Yəni 9-dan 6-ya işləyəndə, yəni 9-da girirsən, 9-da girmirsən təbii ki işə, tez çıxırsan evdən, sonra evə gəlməyin falan bitirsən, bir 12 saata falan alıb aparır da. O 12 saat, yəni anlamırsan ki, nə qədər böyük bir zaman biter. 12 saat bu qədər böyük. Tezdən 9'da Bali'deydim, indi hal-hazırda saat 9'dur. Başqa bir adadayam. O adada yəni gəlib, neyse uzaq. Gəldi avtobusumuz, okey. Ah, hey. Burada ölənlərin əmi. Okey. Iya. Oha. Halo. Hello. Hello. Ah, okay. Ayakkabını çıkart. No problem. Okay. Thank you. Ayakkabını çıkart. Hayatımda ilk dəfədir ki, bir avtobusa ayakkabımı çıxarıb. Aman Allah'ım, möhtəşəm. 17 aradır. Which one is 17? Here? Oha. Çox babat da. Bir var qəşəng.
Bir o çox qəşəng, çox qəşəng daha bu. Yəni belə bir şey gözləmirdim açığı. Qəti şəkildə belə bir şey gözləmirdim. Möhtəşəm. Hello. Where are you? Thank you. Yerləşdik. Çox əjdə avtobuslar, çox ləzzətli bu avtobuslar. Hello. Home stay, Mama Tia? Yes. Okay. Do that. Thank you. Yes. Thank you. Gəldik, çatdıq. Biraz burada başımı qatım, sonra tamam. Where? Mama Tia, Mama Tia. how much? Yeah. How much? How much? Yeah. Ben yolda bir otelde açmışdım. Geçen gün ben bu kişi karşıladı, dedi ki sen oraya gelirsən, dedim ben. Dedi gel aparım. Bilmirəm kimdir, hara aparır məni, heç bir məlumatım yoxdur. Bu arada yol 9 saat. Bu arada Bu arada yol 9 saat falan davam elədi. Gəldik, çatdıq. Antepaya. İndi qaldığım otelə doğru gedirik. Otel yerindeki yani bir ev tarzı bir şey. Böyle çattık. Səhərin göz açılmamış. Səhər tezdən saat 6'dır. 6'dır ya, 6. Hemen ara aparırsan kadın olur. Bütün yer apar. Hara gittiğimin özümde məlumatsızam. Hi, morning. Sadiq. Yeah, nice to meet you. Nice. Where are you from? Azerbaijan. Huh? Azerbaijan. Oh, yeah. So you pay Huh? you pay the taxi. How much? Liverpool, 50,000. 50,000. 50,000. 50. Okay. Ama manzarası qəşəng ya. Qəşəng mənzarası var. Otağı göstərsin, elə sağollaşıq. Işığı niyə yandırmışsınız? Qənaət edir bu. Işığı yandır, toz, Allah sanki bu. Burada mənim qalacağım yer. Mənzarəsi də pistol. Hostellerden sonra axır ki bir tək qalacam. Heç nə, bu qədər. Bu olsun, belə deyim, Toraya bölgəsinə giriş videomuz. Açıq növbəti videolardan da etibarən Torayanın adət-ənənəsindən, kəndlərini falan göstərəcəm. Haydi, yeni şəhərdə, yeni ölkələrdə, yeni videolarda görüşmemiz ilə sağ olun.